Bugün İqbal Əbrovun məhkəmə prosesi davam etdirildi. Yəni biz Bakı İstinad Həbsxanasından onlayn formada qoşulmuşduq. 2 şahid dindirildi. Eyni zamanda özü ifadə verdi, suallara cavab verdi və özünü qəti şəkildə ona qarşı irəli sürmüş ittihamlarla hər hansı bir əlaqəsinin olmadığını bildirdi, ittihamlarla razı olmadığını bildirdi. Və bizim bir sıra vəsatətlərimiz oldu. Həmin vəsatətlər məhkəmə tərəfindən təmin olunmadı və belə başa düşülür ki, məhkəmə işi tez bir zamanda yekunlaşdırmaq istəyir və bugün dövlət ittihamçısı çıxış etdi və İqbal Əbrov'a ona qarşı irəli sürmüş 3 maddə üzrə toplam olaraq 19 il azadlıq məhrum olunması cəzasını təklif etdi və müdafiə tərəfi çıxışa vaxt istədi və ona görə də məhkəmə prosesi 12 may saat 14:00-da təyin olundu. Məhkəmə prosesi qapalı keçirilir. Ona görə bu prosesdə baş verən məsələn şahidlərin hansı məzmunlu ifadə verməsi, ümumiyyətlə bu səslənmə fikirlərlə bağlı təəssüf ki, biz hər hansı bir fikir bildirə bilmirik. Amma burada yəni ona qarşı bu verilmiş ittihamın əsasını istintaq tərəfindən əldə olunmuş müəyyən sübutlar var ki, hansı ki, həmin sübutları biz mübahisələndiririk. O sübutları mübahisələndirmək üçün bizim müəyyən bir sənədləri təqdim etməyimizə də heç bir imkan yaradılmadı. Yəni bizim məhkəmə prosesinin təxirə salınması və həmin sənədlərin məhkəməyə təqdim olması üçün vaxt xahiş etsək də məhkəmə bunu təmin eləmədi və tez bir zamanda işi məhkəmə istinaqını, yəni bizim ısrarlarımıza baxmayaraq məhkəmə istinaqını yekunlaşdırdı və dövlət ittihamçısına çıxış elədi. Prosedur qaydası odur ki, indi müdafiə tərəfi ifadə çıxış eləyəcək, ondan sonra İqbal Əbrov son sözünü deyəcək. Heç bir əsası olmadan insanlara qarşı belə işlərin olunmasına, yəni mən heç bir açıqlama vermək, yəni ki, düşünmək belə mümkün deyil. Yəni ki, ağıllarına nə gəlirsə onu tələb etmək nə qədər ağla sığındı. Demək belə, yəni çəkinirəm. Özümü güclə saxlayıram. İqbal Əbrov az ölkəsini, xalqını sevən, vətənpərvər bir gəncdir və mən qətiyyən inanmıram ki, hər hansı bir cinayət əməli bunun içində var. Mən həmin istintaqda verdiyim ifadəni, fikri bir daha burada təsdiqlədim. Lakin burada bir hoşuma gəlməyən bir epizod oldu ki, orada bir gənc hakimlərdən biri, inşallah bu yaxınlarda onun adını da öyrənəcəm, çox kobud formada mənimlə danışırdı. Yəni, sən belə, sən elə, nə bilim, belə bunu deyinən və hətta belə bir fikir orada səsləndirdi ki, bunları artıq da, nə bilim, çıx bayıra get. Gördüm belə, inanın, mən özüm orada da qeyd olundu ki, həbs həyatını yaşamışam. Mən bəlkə də öz həyatımda bir pedaqoq, bir müəllim kimi ilk dəfədir ki, bu qədər belə bir tərbiyəsiz, bu qədər deyək ki, təhqirə amiz münasibət görürdüm və şübhəsiz ki, mən orada da qeyd elədim. Bu öz şikayətimi də eləyəcəm həmin hakimdən və belə hakimlərin, baxın, bu cür insanların hüquq, insan taleyinə yolunu doğrudan da onlara necə etibar olunub mənə aydındır. Və inşallah bu belə qalmaz əlbəttə ki, və İqbal Əbrov'u da tezliklə biz azadlıqda görəcəyik. Mən orada da dedim, məhkəmədə dedim, İqbal, səni tezliklə biz inşallah azadlıqda görəcəyik və mən buna əminəm.